Mən belə deyim də, futbol təcrübəmiz, futbolda olduğumuz müddət imkan verir ki, biz məsələlərə faktlardan yanaşaq. Yəni bilirsiniz ki, Azərbaycanda bundan öncə də 2008-9, 2009, 2010 mövsümləri legioner limiti olmadan keçirilib. Həmin vaxt elə komandalar var idi ki, tam legioner futbolçulardan qurulmuşdu. Bura misal üçün göstərə bilərəm. Inter komandası, sadəcə Samir Abbasov səhv eləmirəmsə, orada mərkəz müdafiəçisi 29 nömrəli formada oynayırdı. Sonra Standart komandası var idi, hansı ki, çox sayıda legionerdən istifadə edirdi. Bakı, Xəzər, Lənkəran, yəni bunlar daha çox legionerlərə üstünlük verdilər. Amma elə komanda var ki, sırf yerli futbolçulardan qurulmuşdu və ən yaxşı nəticəni o vermişdi. Qarabağ futbol klubunu nəzərdə tuturam. Onlar ilk növbədə Avropa kuboklarda oynadığı daha yaxşı nəticələrin verilməyə başladığı dönəmdə sırf yerli futbolçulara üstünlük verirdilər. Bilirsiniz də orada Neftçi komandası baş məşqçisi Hans Jürgen Geydenin islahatlarına görə bir sıra futbolçular Neftçidən uzaqlaşdırıldı. Sonra Qurban Qurbanov onları tanıdığı futbolçuları öz ətrafında birləşdirdi. Sadəcə Admir Teli çıxış edirdi və onlar məhz bu yerli futbolçularla nəticə verməyə başladılar. Amma müqayisə nə dərəcədə uğurludur həmin yerli futbolçuların keyfiyyətindən, indiki yerli futbolçuların keyfiyyəti, onu artıq futbol mütəxəssislərinin ixtiyarına buraxmaq lazımdır. Mən sizin dediyiniz məsələyə biraz fərqli yanaşıram. Əslində, legioner limitinin ləğvi əgər Azərbaycanlı potensiallı futbolçuların birinci, ikinci liqaya gələcəyinə zəmin yaradacaqsa, bu futbolçuların təfəkkürü baxımından düzgün deyil. Onlar daha çox çalışmalıdırlar ki, məhz çoxlu legionerin, çoxlu futbol təcrübəsinin olduğu yerdə qalsınlar, Premier Liqada öz yerlərini qorusunlar, möhkəmləndirsinlər və belə deyək də, Premier Liqada yollarına davam eləsinlər. Mən bu baxımdan yanaşıram. Sırf legioner limiti ləğv olunmamışdı birinci liqada, vaxtilə Premier Liqada çıxış etmiş futbolçuların belə deyək də, oynadığını görürdük. Amma bu il bu tendensiyanın hansı şəraitdə olacağını təbii ki, zaman göstərəcək. Mən arzulayardım ki, potensiallı yerli Azərbaycanlı futbolçular birinci və ikinci liqa yolunu tutub rahat belə deyək də, komfort şəraitə üstünlük verməkdənsə ya Premier Liqa klublarında qalıb öz yerlərini möhkəmləndirsinlər, ya da ölkə xaricində yollanmaqla Azərbaycan beynəlxalq futbol təcrübəsini belə deyək də, axınını sürətləndirsinlər, gətirsinlər. Hansı ki, biz bunu görmüşük Azərbaycanda futbol mövsümü bir müddətlik dayananda bizim çox sayda futbolçumuz ölkə xaricində tutublar. Bura Dərlan Əhmədov misal göstərmək olar, Samir Əliyev, Cahangir Həsənzadə, Mahmud Qurbanov, Rəşad Sadovun özü. Bütün bunlar daha çox belə futbolu atmaq və ya da başqa bir liqalara üstünlük verməkdənsə ölkə xaricində yollanıb orada belə deyək də, püxtələşməyi daha üstün tutmuşdular və bu yol daha doğrudur. O ki, qaldı legioner limitinin ləğvi məsələsinə münasibət, bunun Azərbaycan futboluna hər hansı bir qatkısının olub-olmamasını əlbəttə zaman göstərəcək. Mən düşünürəm ki, futbolçu pasportunun hansı olmayaraq əgər güclüdürsə, öz yerini qoruyacaq, oynayacaq və mənim istədiyim odur ki, gələn futbolçuların səviyyəsi Azərbaycan futbolunun inkişafına, Azərbaycan Premier Liqasının daha da rəqabətli keçməsinə şərait yaratmalıdır. Yəni, sadəcə legioner gətirmək xatirinə legioner gətirmək məncə liqanın səviyyəsi baxımından müəyyən təhlükələr yarada bilər. Amma güclü legionerlər olacaqsa, əlbəttə ki, bu liqanın səviyyəsinin artmasına gətirib çıxaracaq və klubların Avropa kuboklarda daha yaxşı nəticələr verməklə reyting halları qazanmasına, Azərbaycan Premier Liqasının hal-hazırda irəliləməkdə olan periyodunu daha da yaxşılaşdırmağa səbəb olacaq.